Salam dəyərli xanımlarımız, bu gün sizə möhtəşəm bir reseptlə gəlmişəm. Bu resept çox möhtəşəm, çox mükəmməl və çox asan hazırlanacaq bir reseptdir. Həm uşaqlar üçün məktəbə qoyacaqsınız, həmçinin də uşaqlar üçün evə gələndə rahat tez bazar hazırlayıb veriləcək bir şeydir. Bunun üçün ilk növbədə nə edirik? Bir qab götürürük və üzərinə süd əlavə edib və südün üzərinə isə maya əlavə edərək unumuzu əlavə edib xəmirimizi yoğururuq. Yumşaq şəkildə yoğururuq və gözləyirik, xəmir gəlir. Xəmir gələndən sonra isə dəyərli xanımlarımız və biz onu 11 dənə hissəyə bölürük. Bunu da bu arada deyim ki, mən unu elə götürmüşəm ki, 11 dənə çıxıbdı və gördüyünüz kimi bu şəkildə hazırlayaraqdan üzərinə hazırlayıram yumurta və hazır sosiska götürürəm. Əsasən bizdə uşaqlar toyuq sosiskası sevdiyi üçün təbii ki, toyuq sosiskasından etdim üzərinə. Sosiskaları bu şəkildə yerləşdirirəm və üzərinə azca mayonez qoyub 180 dərəcə sobaya qoyub çox gözəl şəkildə bişirirəm. Üzü qızarandan sonra götürürük və hazırdır. Hər kəsə nuş olsun.